Azərbaycanın sabiq Səhiyyə naziri Oqtay Şirəliyev vəfat eləyib. Reportun əldə elədiyi məlumata görə o bugün 75 yaşında Xəzər rayonunun Şüvalan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib. Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1967-1973-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi ixtisası üzrə bitirib. Bir sıra xəstəxanalarda və vəzifələrdə çalışan Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci il oktyabrın 20-sində Səhiyyə naziri təyin olunub. 2021-ci il aprelin 23-nədək bu vəzifədə çalışıb. 2015-ci il avqustun 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə şöhrət ordeni ilə təltif olunub.